Sumqayıt şəhərində ər-arvad arasında yaranan mübahisə cinayətləri nəticələnib. Hadisə bu ilin fevralın 10-da baş verib. 1995-ci il təvəllüdlü İsa bircə yaşadıkları evdə arvadı Şəfiqəyə xəsarət yetirib. İş üzrə izahat verən İsa bildirib ki, İş üzrə özünü təqsirli bilmir. Hadisə 10 fevral tarixində baş verib. Özüm kuryer işləyirəm. Həmin gün işdən evə gəldim və yuyundum. Hamamda olduğum vaxtda həyat yoldaşım telefonunda olan qadının müştərinin nömrəsi ilə əlaqə saxladı və nə üçün mənimlə 4 dəqiqə danışdığımı soruşdu. Mənim telefonda danışdığım qadın yaşlı bir qadın idi. Bundan sonra həmin qadının əri zəng edərək nə üçün həyat yoldaşıma zəng edildiyini soruşuldu. Mən də vəziyyəti başa saldım. Kuryer olduğumu bildirdim. Buna görə həmin qadınla telefonla danışdığımı söylədim. Onu sakitləşdirdim, hətta üzr istədim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra həyat yoldaşı Şəfiqəyə təhqir edici ifadələr işlədərək qışqırmağa başlayıb. Buna görə də həyat yoldaşımın qollarından tutaraq ağzını əllərimlə bağladım və qonaq otağına apardım. Bizim aramızda olan münaqişə qısqanclığa görə olub. Həyat yoldaşım mənə qarşı nalayiq ifadələr işlədib, hadisədən sonra aramızda barışıq olub, mübahisə bitib deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi ifadəsində isə göstərib ki, barəsində şikayətçi olan həyat yoldaşı Şəfiqə ilə 2025-ci ildə nikaha girib. Bu münasibətlərdən övladımız yoxdur. Bizim ailə-daxili münaqişələrimiz ara sıra olsa da heç vaxt polisə müraciət səviyyəsində olmayıb. Mən hər zaman çalışaraq yaranmış xırda problemləri həll etmişəm, aləmin dağılmasının qarşısını almağa çalışmışam deyə İsa ifadəsində göstərib. İsa'nın sözlərinə görə özünə məxsus Toyota Prius markalı avtomobili ilə ara sıra taksi fəaliyyəti ilə də məşğul olur. Məlum hadisə günü Şəfiqə mobil telefonumda 4 dəqiqəyə yaxın bir xanımla danışdığımı bildirdi. Onun kim olduğunu soruşdu. Mən həmin şəxsin taksi sifariş verən müştəri olduğunu, işimlə bağlı onunla danışdığımı bildirdim. Bir neçə dəqiqədən sonra həmin müştəri xanımın həyat yoldaşı zəng etdi. Mənim arvadımın onun həyat yoldaşına zəng edərək narahat etdiyini bildirdi. Bu məsələnin üstündə yaşadığımız ünvanda Şəfiqə ilə mübahisə etməyə başladım. Şəfiqə həmin vaxt məni təhqir edərək qışqırdı. Mən əsəbləşdim, onun qollarından tutaraq sıxdım. Onu itələyərək digər otağa saldım. Əllərimlə ağzını və üzünü tutaraq sıxdım. Bu zaman Şəfiqə yerə yıxıldı. Onu qaldıraraq divana apardım. Davadalaş divanın üstündə davam etdi. Mən hadisədən sonra əynimi geyinərək evdən çıxdım deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcək. Biz bu hadisədən 6 gün bir yerdə yaşadıq, lakin sonradan bir yerdə yaşamağımızın mümkün olmadığını gördüm, ayrı yaşamağa qərar verdik deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərərçəkmiş Şəfiqə isə ifadəsində təqsirləndirilən şəxsin dediklərinin böyük bir qismini inkar edib. Hadisə günü İsa'nın telefonunda xanıma aid nömrə ilə bir neçə dəqiqə danışdığını gördüyüm üçün həmin xanıma zəng etdim. Həmin xanım da İsa ilə taksi kimi danışdığını bildirdi. Bundan sonra həmin xanımın həyat yoldaşı bizə bir dəfə zəng etdi. Bundan sonra onları narahat etmədim. İsa kuryer yox, qanunsuz olaraq saxta proqramla taksi fəaliyyəti ilə məşğuldur deyə qadın ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, hadisə günü İsa onu döyüb və təhqir edib. Həmçinin mənim qollarımdan tutaraq divara vurdu. Bundan başqa evin dəhlizində saçımdan tutaraq sürüdü. Ayaqlarıma təpiklə vurdu. Hadisə axşam saatlarında baş verib, həmin gün evdə özümüzdən başqa heç kim olmayıb. Əvvəllər həyat yoldaşımdan harasa şikayət etməmişəm. Lakin həmin gün anladım ki, artıq bu münasibət alınmır. Buna görə də polisə müraciət etmək qərarına
gəldim deyə qadın ifadəsinə belə yekun vurub. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə isə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən İsa'ya cəzaçəkmə müddəti ərzində Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən hər gün saat 23:59-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməsi, Sumqayıt və Bakı şəhərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub. Bundan başqa ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Həmçinin İsa'nın üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Qeyd olunub ki, bu hal cəzaçəkmə müddəti ərzində müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna olunmaqla tətbiq edilir. Bundan başqa Sumqayıt şəhərində pul xırdalamaq üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib. 1989-cu il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində tanışı Elmar ilə mübahisə edib. Bu zaman Pərviz Elmarın sol qoluna və başının nahiyəsinə yumruq zərbəsi ilə vuraraq ona xəsarətlər yetirib. Faktla bağlı Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Pərviz ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, avtoyuma məntəqəsində işləyən Elmarın yanına gedib ona 100 manatlıq əskinas xırdalamasını istəyib. Elmar mənə kobud cavab verdiyindən aramızda mübahisə yarandı. Mübahisə zamanı bir neçə dəfə Elmarın baş nahiyəsinə və qoluna yumruqla zərbələr vurdum. Elmar zərbənin təsirindən yerə yıxıldı. Münaqişə 3-4 dəqiqə davam etdi. Sonra oradan getdim deyə o ifadəsində göstərib. Pərviz ifadəsinin sonunda əməlindən peşman olduğunu, aralarında barışıq olduğunu, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını deyib. İş üzrə zərərçəkmiş Elmarın sözlərinə görə Pərviz oraya gəlib və ona 100 manatlıq əskinas verərək xırdalamasını deyib. Həmin vaxt yorğun və əsəbi olduğumdan Pərvizə kobud cavab verdim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərviz bir neçə dəfə yumruqla baş nahiyəmə, sol qoluma və zərbələr vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Buna görə də polis orqanına şikayət etdim deyə o ifadəsində göstərib. Zərərçəkmiş ifadəsinin sonunda təqsirlənən şəxslə barışdığını təsdiqləyib. Bildirib ki, təqsirlənən şəxsə qarşı şikayət və tələbi yoxdur. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.